Zərdab rayon sakinlərinin səbir kasası daşmaq üzrədir. Redaksiyamıza daxil olan müraciətdə vətəndaşlar bildirirlər ki, şəhərin Azərbaycan küçəsində yol bərbad vəziyyətdədir. Çalaçuxurdan keçmək artıq gündəlik əziyyətə çevrilib. Bu sadəcə narahatlıq deyil, həm də maddi zərər və təhlükə deməkdir. Sakinlərin sözlərinə görə ötən il yolların təmiri üçün milyonlarla vəsait ayrılıb. Bəzi küçələrdə işlər aparılıb, lakin məhz bu ərazi diqqətdən kənarda qalıb. Avtomobilimiz də məhv olur, əsəblərimiz də deyə onlar haqlı narazılıqlarını ifadə edirlər. Ən acınacaqlısı isə budur ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq problem hələ də öz həllini tapmayıb. Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək üçün Zərdab rayon 39 saylı Yol İstismar İdarəsinin rəisi Aydın Cəfərovla əlaqə saxlamağa çalışdıq. İş günü və iş saatları ərzində 2 fərqli vaxtda zəng etsək də təəssüf ki, zənglərimiz cavabsız qaldı. Bu səssizlik nə ilə izah olunur? Dövlət tərəfindən ayrılan vəsaitlərin xərclənməsi, vətəndaşların problemləri ilə maraqlanmaq birbaşa məsul şəxslərin vəzifə borcudur. Əgər vəzifəli şəxs jurnalistin zəngindən yayınırsa, bu artıq təkcə məsuliyyətsizlik deyil, həm də ictimai nəzarətdən qaçmaq cəhdidir. Ortada konkret problem var. Bərbad yol, narazı vətəndaş və cavabsız qalan suallar. Bu vəziyyətdə susmaq, telefonu açmamaq problemin həlli deyil. Əksinə məsuliyyətdən yayınmaqdır. Dövlətin ayırdığı vəsaitin hara xərcləndiyi, niyə bəzi küçələrin diqqətdən kənarda qaldığı izah olunmalıdır. Zərdab rayonunda bir küçənin problemi bəlkə də kimlər üçünsə kiçik görünə bilər. Amma həmin yoldan hər gün istifadə edənlər üçün bu hər gün yaşanan real çətinlikdir. Aidiyyatı qurumlar və məsul şəxslər anlamalıdırlar ki, vətəndaşın səbrini sınamaq yox, problemi həll etmək onların əsas vəzifəsidir. Məsələni diqqətdə saxlayacağıq.